hissətlə keçir axı miqren. Anada, atada olanda evlada keçmək ehtimalı baş ağrısının Samir bəy çox olur. Məsələn, indi ona görə də bəzən görürsən 2 yaşında uşaqda deyir miqren olarmı, 3 yaşında uşaqda olarmı? Olar. Çünki genetik keçir. Və uşaq başı ağrıyır, uşağa aparırlar ki, qulağını müalicə elədirlər, ya deyirlər beyin daxil təzyiqdir. Halbuki uşaqda miqrendir. Nə qədər müalicə eləyir, yenə də uşağın başı ağrıyır. Ona görə valideynlər bilməlidirlər ki, əgər özündə, yoldaşında, ailə, baba, nənədə, əmi, dayı, xala, bibi, kimdə baş ağrısı varsa, uşaqda görünə bilər, yəni o miqren ağrılardır. Onu da hər zaman deyirik ki, ağrılar müxtəlif formada özünü göstərir. Kimi də boyun bir tərəfli tutur, gəlir gözünə vurur, kimi də gicgahdan tutur, gözünə vurur, kimi də görürsən gözü elə bilginən ki, ürək döyünən kimi yerindən çıxacaq. Deməli, o da miqrendir. O da miqrendir. Bəzən başda səs, baş gicəllənmə, bu da miqrenin bir formasıdır. Bəzən miqrenin ağrısız formaları da var. Adamlar deyir, mənim başım ağrımır ki. Nəsə, halsızam, heç nə istəmirəm. O dövr yaxınlaşanda, ən çox menstrual sikl ayı başı dövr yaxınlaşanda, ya bu ağrılar tutur, ya da halım pisləşir, heç nə eləmək istəmirəm, halsız oluram. Yəni, həmin dövrdə o miqrenin göstəricilərindən biridir. Miqrenin yüzlərlə növü var Samir bəy. Adamlar var ki, bir neçə dəqiqə ağrıyır, adamlar var bir saat ağrıyır, adamlar var bir gün ağrıyır, adamlar var həftə ilə baş ağrısı əmələ gəlir. Adamlar var çox yüngül olur, masaj eləyən kimi, kofe içən kimi keçir. Adam da var ki, deyir, başımı divara vurmaq istəyirəm, ölmək istəyirəm. O qədər şiddətli ağrı. Yəni, o dərəcədə. Təbii üsullarla miqren müalicəsi var da. Hədə Doktor Seyfəddin klinikasında biz insanları baş ağrısından azad edirik. Baş ağrısından azad edirik.